Nerede neye gülürsün? Dönəm bizi gülək. Ay heç nə, sinif yoldaşları WhatsApp qrupu açıblar. Maksimum bir aya dağılacaq da o qrup. Biz uzun müddətli olacaq, siz tez dağılınız. O da gəlir. Direktor? Nə düşürlü eləyirsən, bilmirsən kimi soruşuram. Ay qız, o mənim məktəb sevgimdir. Qələt elədim dedim sənə. Mən də gəlirəm. Hə, gələrsən. Nə? Hara gəlsən? Sən mənim sinif yoldaşımsan. Mən bir abr eləmə, qurban. Deyəcəklər arvadı qısqanır eləyir. Bu sən nə işin var? Yandırar ama özümü eşidirsən. Bakıda özümü niyə yandırar? Səni yandıraram. Ay qız, mən nə yandırırsan? Yaxşı. Gedim geyin. Qulaq as, bu kanister benzin səndə hardandır ki? Ehtiyat üçün saxlamışam da lazım olan belə momentlərə. Yaxşı. Get gelin gəl. 5 dəqiqə hazıram. Mənim maşından benzin çəkəcəksiniz. Parkda bir görüşürsüz. Elə bil bənənşə oynayacaq bunlar mənim üçün. Biz bəsdən mutlaşma da. Mən nə park dedilər də. İlkin də gəldi. İlkin salam İlkin. Hər sana zəhmət olmasa İlkin də gəldi. Gəlin, Xoş gəlin. gəlmisiniz İlkin. Necəsiniz? Nə var, nə yox? Necəsən avara? O vaxtı dediyin təklifə hə deyirəm Elkinim. Budur. Biz hədə odur. İndi təşrif də vaxtında cavan idi. Məktəbin ən qəşəng qızı idi. Həcər sən nə olursan, niyə belə olmuşsan, niyə belə yaşlaşıblar bunlar? Sizə nə olub, siz niyə belə oldunuz? Sənin saçın hanı Kamil? Nə bilim İlkini. Faiq sən də uca boydun, sən necə balacalaşmısan? Siz niyə belə olmuşsunuz? Nə olub, sinifdə ən böyük mən idim, mən sizdən cavan qalmışam. Siz nə yaşamısınız belə? Aysim, mən səni sinif yoldaşlarına baş-başa buraxım, sizə xoş əyləncələr. Heç yerə getmə, xahiş edirəm bizi baş-başa buraxma. Uşaqlar, uğurlar sizə 11B yek. İlkin yadıma gəlir, o vaxt dərsdən qaçırdıq, sən yıxıldın, yadıma gəlir. Hatta gəlin, yıxılmıram amma, indi yıxılmıram. Gəl belə gedək. Sağ olun. Oradan. Sağ olun sinif yoldaşlarım. Oradan kəsə yol bilirəm, gedək. Kəsədir bura, gəl. Sağ ol, sağ ol. Sola. Sən şeydə yadıma gəlir, sinfon vaxtında. Hamısı sən eləyirdin, hamısını. Onu da çağalatmışsın da, sən çağaladırdın hamını.